Dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə şəkil üzərindən mətn tərcüməsinin 9-cu dərsindəyik. Hal-hazırda qarşımızda yeni bir şəklimiz, 3 təsvirimiz var. Gəlin bu 3 təsvir əsasında balaca bir mətn quraq. Oğlana Anar adını veririk. Anar arabir öskürürdü. Bir gün anası onu həkimə apardı. Həkim onu diqqətlə müayinə edəndən sonra ona bir neçə dərman təyin etdi. Onlar aptekə getdilər. Həkimin yazdığı bütün dərmanları aldılar və evə qayıtdılar. Anar bir neçə gün yataqda qaldı. Həkimin bütün göstərişlərinə əməl etdi və tezliklə sağaldı. Mətnimizdə olan qısa cümlələr də var. Amma bəzi cümlələr var ki, biraz uzundur və uşaqlara çətinlik yaradır. Amma bugünkü dərsimizdə siz bu cümlələri necə rahatlıqla qura bilərsiniz? Bunun üzərində işləməyə çalışacağıq. Gəlin başlayaq ilk cümləmizdən. Anar arabir öskürürdü. Kim? Anar. Öskürürdü, edirdi, öskürmək feilini davam edici zamanda verəcəyik və cümləmizi ümumi olaraq keçmiş zamanda istifadə edib mətni də keçmiş zamanda qurmuşuq. Anar was coughing from time to time. Mübtədamız anardı. Was coughing öskürürdü. Keçmiş zaman, davam edici zamanda olan feilimizdir. Arabir from time to time. From time, yəni bir vaxtdan to time, müəyyən bir vaxta qədər olan hər hansısa bir arada, müəyyən bir müddətə öskürürdü. Bir gün anası onu həkimə apardı. Bir günü ingilis dilində axırda da verə bilərsiniz, əvvəldə də verə bilərsiniz. Biz burada əvvəldə vermişik. One day, anası, onun anası, his mother da verə bilərik və ya mother apardı, həkimə apardı. Took feilinə istifadə edəcəyik. Bir növ doğru dildə tərcümədə sanki götürüb anarı harası qoymaq mənasında demək kimi çıxsa da, əslində bu kimi cümlələrdə take feilindən istifadə edirik. Burada da keçmiş zaman olduğuna görə take'in keçmiş zaman forması olan took olacaq. Mother took, onu götürdü. Him, onu, yəni anarı, onu. Took him, hara apardı, hara? To the doctor, həkimə. One day, mother took him to the doctor. Həkim onu diqqətlə müayinə edəndən sonra ona bir neçə dərman yazdı. Baxın, bu sonra olan hissəsi var ha. Həkim onu diqqətlə müayinə edəndən sonra, nə bilim, ya gedəndən sonra, filan işi görəndən sonra, bu sonra, əvvəl falan olan hissələrdə həmişə bu sonra, əvvəl birinci gələcək. Sonra, nədən sonra? Müayinədən sonra, onu diqqətlə yoxlayandan sonra. After examining him attentively, after examining yoxlamaqdır, yoxlama, müayinə etməkdir. Him onu attentively diqqətlə, onu diqqətlə müayinə edəndən sonra the doctor, həkim nə etdi? Bir neçə dərmanı yazdı. Burada write feilinə istifadə etməyəcək. Yazmaq feili var, hansı ki dərman, yazmaq mənasında, müayinə etmək mənasında müəyyən qədər istifadə olunur. Prescribed feilidir. The doctor prescribed, müayinə etdi. Dərman yazdı. Kimə? Ona. The doctor prescribed him some medicine. Some medicine, medicine tibbi vasitələr, dərman vasitələridir. Yəni ki, yazdı ona bəzi dərmanları kimi tərcümə olunacaq, amma Azərbaycan dilində belə olacaq. Həkim onu diqqətlə müayinə edəndən sonra ona bir neçə tibbi dərman yazdı. Onlar aptekə getdilər. Baxın, birinci hissə. Həkimin yazdığı bütün dərmanları aldılar. İkinci hissə və evə qayıtdılar. Üçüncü hissə. Başladıq. Onlar aptekə getdilər. Getmək feili go-dur. Keçmiş zamanda olacaq went. Kim getdi? Onlar. Olacaq they. Went. Hara getdilər? To the chemist. Aptekə getdilər. Sonra deyir ki, həkimin yazdığı bütün dərmanları aldılar. Almaq feili. By-la da verə bilərik və ya əldə etmək feili olan got-la da verə bilərik. Get'in keçmiş zamanı. Get və ya got everything. Hər şeyi aldılar. Bax, aldılar, bütün hər şeyi aldılar. Hansı hər şeyi aldılar? Doktorun yazdığı dərmanlardan, yazdığı şeylərdən söhbət gedir. Got everything the doctor prescribed. Got everything the doctor prescribed and və evə qayıtdılar. Evə qayıtmaq came back və ya came home və ya return back home kimi də tərcümə edə bilərik, verə bilərik.
Anar bir neçə gün yataqda qaldı. Həkimin bütün göstərişlərinə əməl etdi və tezliklə sağaldı. Anar bütün gün yataqda qaldı. Baxın, Anar was in bed. In bed yataqda qaldı. Yataqda idi. For some days. Bir neçə gün. For some days. Bir neçə gün. Anar was in bed for some days. Bir neçə gün yataqda qaldı. Həkimin bütün göstərişlərinə əməl etdi. Əməl etmək feilini, izləmək feilini, dediklərini yerinə yetirmək feilini follow ilə verəcək. Followed all the instructions. Instruction yəni təlimatlar deməkdir. Followed all the instructions. Kimin təlimatlarını əməl etdi? Həkimin təlimatlarını. Of the doctor. Followed all the instructions of the doctor. Ümumiyyətlə, of olan cümlələr sağdan sola doğru tərcümə olunacaq. Of'un mənası un deməkdir burada. Of the doctors, yəni ki, of the doctor, yəni həkimin təlimatları, bütün təlimatlarını əməl etdi. Biz bunu the doctors verib, apostrof s-lə də verib, instruction da verə bilərdik, amma bu formada da verə bilərik. And və tezliklə sağaldı. Recovered soon. Recovered, sağalmaq, yenidən bərpa olunmaq deməkdir. Soon da tezliklə deməkdir. Aşağıda mətnimizə aid isimlər, feillər, sifətlər, əvəzliklər, zərflər verilib və birinci essemiz bizim düzgün olan formada verilən essemiz, ikinci essemiz isə nisbətən qəliz, öz danışığında, söz bazasında nisbətən daha fərqli sözlərdən istifadə etmək istəyən uşaqlar üçün nəzərdə tutulmuşdur. Özünüzə yaxşı baxın, sizə uğurlar diləyirəm. Allah'a əmanət.